Çok sınadı bizi zaman, neçə şəhid getdi qurban. Silə siper olan igid əskər möhkəm dayan. 90-cı illər Azərbaycan üçün təkcə siyasi yox, insani tərəfdən də sarsıdıcı bir dövr idi. Çünki müharibə təkcə ön cəbhədə getmirdi. Hər ev, hər ocaq, hər qəlb müharibənin ağrılı və amansız tərəfindən öz nəsibini alırdı. Qadınlar ərlərinin, analar oğullarının, uşaqlar atalarının yolunu gözləyirdi. Bəzən ümidsiz, bəzən isə dua ilə. Bütün bu təlatümlərin ağuşunda birdən-birə vətənpərvərlik ruhunda mahnılar ərsəyə gəlməyə başladı. Bu nəğmələr ən çətin anda həm əsgər və zabitlərimizin, həm də onların yolunu gözləyənlərin dadına yetişərək xalqın mənəvi dayaq nöqtəsi oldu. Hava, su kimi canımıza çəkdiyimiz bu mahnılar içərisində ikisi var ki, xüsusən çox sevildi və dillər əzbəri oldu. İgid əskər, möhkəm dayan və Cənab Leytenant. Şəmsdən Əlzamanlı ilə bizim demək o biz İgid Əskər Möhkəm Dayan mahnısı ki yazmışdıq. Həmin bu İgid Əskər Möhkəm Dayan mahnısını ithaf elədik Azərbaycan milli qəhrəmanı Yusif Mirzəyevə. Mənim gənclik dostum idi. Biz onunla elə müharibədən öncə tanış olmuşuz. Ümumi bir dostumuz bizi tanış eləmişdi. Sırf təsadüf nəticəsində o mən işlədiyim xəstəxanada müayinəyə gəldi və biz görüşdük və bir-birimiz neçə illərdir görmürdük, görüşdük. Düşünürəm ki, bu da bir Allahın işi idi və Azərbaycanın milli qəhrəmanı şəhid Yusif Mirzəyevlə bizi qarşılaşdırdı, biz dostlaşdıq. Sonra onunla bərabər Qədirli adına xəstəxanada müalicə alırdıq bir otaqda. Həmin xəstəxananın həkimi Şahin Musoğlu bizə baş çəkirdi, gəlirdi, söhbət edirdi, çay içirdi. Və bir dəfə belə çəkinə-çəkinə dedi ki, bəs bir mahnı yazmışam. Mən istəyirəm bu mahnını siz dinləyəsiniz. Və İgid Əskər Möhkəm Dayan mahnısını zümzüm elədi. Mən də bu mahnını yazmışdım. Mahnı yazmışdım. O dönem Faiq Ağayevə vermişdim. Faiq münasibətim vardı. Faiq də mənə söz vermişdi ki, qastrollar gedir Sankt-Peterburqa. Qayıdıb gələcək, biz bu mahnını işləyəcəyik. Hər şey belə olmuşdu. Yusif rəhmətli eşidəndə ki, yəni bu söhbət əsnasında eşidəndə həm də bu mahnını çox sevdi. O dedi ki, bunu bəlkə Şəmsdən Əlzamanlı oxusun. Hər şey belə başladı. Və ilk baxışda bu mahnı mənə təsir eləmədi. Amma Yusifin çox xoşuna gəldi. Və qayıtdı ki, nə gözəl mahnıdır. Şahin deyək ki, ritmləri stolun üstündə çalırdı əlindən. Yusif də addımlayırdı, 1, 2, sol. Mən də baxırdım sadəcə. Bir dəfə təhlükdə ikimiz idik Yusiflə. Dedim, doğrudan xoşuma gəlir bu mahnı. Dedi, bilirsən nə qəşəng mahnıdır. Bilmirəm niyəsə. Dedim ki, əgər sənin xoşuna gəlirsə, bu mahnını mən ifa edəcəm, özdə sənə ithaf edəcəyik. Dedi, doğru deyirsən, dedim mənə. Və biz əl tutduq belə. Belə deyəkdə söhbətləşdik. Təbii ki, mən bunu zarafatiyana eləmişdim. Mən heç vaxt mahnı oxumaq həvəsində olmamışam. Çünki fikirləşmişəm ki, mən dalınmaz yəni mahnı ifaçılığı. Çünki sözsüz ki, Şəmsdən həmin dönəm narazılıq vermədi. Çünki Şəmsdən xətti tamam başqa idi. Yəni, o hərbi diktor kimi fəaliyyət göstərdi. Və belə də biz xəstəxanadan çıxdıq. Yusif qayıtdı Ağdərəyə, mən Müdafiə Nazirliyinə. Bir-iki dəfə gəldi, maraqlandı ki, nə oldu mahnının axırı. Mən də təbii ki, ifa etmək istəmirəm. Hər dəfə də bahane ilə dedim ki, ifa edəcəm. Belə yəni, inam yoxdur. Sonuncu dəfə gəldi ki, biz öz tabiçiliyimdə olan əskərlərə mən bu mahnını əzbərlətmişəm. Onlar o hərbi keçidlərdə ifa edirlər. Dedim, necə alınır? Dedi, çox qəşəng. Elə biraz məndə həvəsyarandı.
Dedim, nə olaydı, mən də oxuya biləydim. Yəni, bu mahnıda mən ifa edərdim. Sonra, bir neçə gündən sonra Yusif şəhid oldu. Bu da mənim üçün böyük bir itki idi. Xalqımız üçün də böyük bir itki idi. Mən əziz bir dostumu itirdim. Xalqımız bir dəyərli, vətənpərvər evladını itirdi. Şəhid düşəndən sonra belə qərara gəldi ki, o vaxtı belə Seyid ağa dedi ki, bir film hazırlayaq, vətən sənə oğul desə, oğul dedi. Hə, yoxsa belə. Orada biz Yusif haqqında kadrlar var, ön cəbhədə və s. və axır. Biz onlardan bir film, sənədli bir film çəkək. Sonda da bu mahnı səslənsin, getsin, yazılmasın ki, bunu kim ifa eləyir, müəllifi kimdir, sözləri kimdir, yəni sadəcə titrlər gedən yerdə bu mahnı geçsin. Yusifi tanıyanlar da bilirdi ki, Yusiflə mənim aramda belə bir söhbət olub. Mənə dedilər, bəlkə ifa eləyəsən bu mahnı. Dedim, axı məndə alınmaz. Dedilər ki, sən ifa elə, bu mahnını dinləyərik. Yusif Mirzəyevi xatırlayarıq. Və mən də razılaşdım. Müharibə, siyasət meydanındakı qeyri-sabitlik və sosial çətinliklər sənətə olan marağı kölgədə qoymuşdu. Buna görə də Azərbaycanda vətənpərvər musiqilərlə bağlı nəzərə çarpacaq bir boşluq mövcud idi. Musiqiçilər ya susurdu, ya da ağrını ifadə etməyə söz tapa bilmirdilər. Bu sükut sonradan İgid Əsgər, Möhkəm Dayan mahnısı ilə pozularaq xalqın mübarizə ruhunu yenidən oyatdı. Mehter ansamblının çıxışlarından istifadə edirdik. Çünki bizdə belə mahnılar yox idi. İlk olaraq bəstəkar Cavan Şırğuliyev Azərbaycan Əsgəri mahnısını yazdı. Vəssalam. Və belə mahnılara hava su kimi ehtiyac var idi, müharibə gedirdi. Bu mahnılar əsgər və zabitlərimizə bir mənəvi dəstəkdir. Bu mahnılar bir mənəvi qidadır. Mahnı həm də eyni zamanda o dönəm üçün, o dövr üçün bir hərbi vətənpərvərlik mövzusunda yazılan o mahnılar olmadığına görə bir o boşluğu qısa bir vaxt ərzində doldura bildi və doldurdu da. İndi böyüdən kiçiyə qədər hamı o mahnını əzbər bilir. Bəzi mahnılar var ki, zaman keçdikcə müəllifinin sahibliyindən çıxıb bütövlükdə xalqın nəğməsinə çevrilir. İgid Əsgər, Möhkəm Dayan mahnısı da məhz belələrindən idi. Sadəcə bu mahnını yazarkən mən bir dialoq qurmaq istədim. Əsgərin özü ilə, əsgər səngər yoldaşı ilə, həm də eyni zamanda ana timsalında vətənlə bir dialoq qurmaq istədim. İstər-istəməz bu mahnıların ana xəttində bir kədər var idi. Diqqətlə dinləsəniz, bir çox mahnılarda o kədər hiss olunur. Amma kədər qarışıqdır, bir ümid vardı. Qələbiyə səsləyici bax, belə bir motivlər də vardı. İlk baxışda adam elə gələr ki, şəhid qanı axan torpaq yada ayaqda olmaz, taxtaq düşmənlərin qan qusacaq. Ya burada bir intiqam var, qisas var və s. Amma əslində elə deyil. Bu mahnıda, bu deməli müharibəyə, ölümə, o belə deyək ki, o faciəyə çağırış deyil, intiqam, qisas da deyil. Sadəcə savaşın özünə savaşdır. Əslində bilirsiniz, bu mənim müəlliflik hüququmu mənim əlimdən alıb. Belə deyək. O qədər populyar oldu ki, yəni o məni aşdı. Xalqın oldu, xalqın malı oldu. Və bu günləri də məsələn İgid Əsgər Möhkəm Dayan mahnısına deyək ki, məsələn bu dəfələ kim müraciət edirsə, heç onun belə deyək ki, müəllifi Şahin Musaoğludur, kimdir, onu heç fikirləşmirlər. Onu elə bir xalq mahnısı kimi bax belə götürürlər, yayırlar, paylaşırlar, ifa eləyirlər və s. və ilə. Hay ver mənə Cənab leytinant, hay ver mənə leytinant. İgid Əsgər, Möhkəm Dayan mahnısından sonra vətənpərvərlik ruhunda yeni nəğmələr doğuldu ard-arda. Bu mahnıların içərisində ən çox məşhur olanı isə Cənab Leytinant oldu. Təsirli sözləri, qəlbi titrədən musiqisi, ifaçıların ürəyə yatımlı səsi kimi bir çox nüans mahnının sevilməyinə səbəb oldu. Lakin ən böyük səbəb mahnıdakı səmimiyyət idi.
Şahin Musoğlu bizim hərbi studiyaya tez gəlirdi. O ixtisasca həkim idi. Bizim hərbi studiyada da bizim hərbi jurnalist vardı, Rəşid Hüseynov. İndi də fəaliyyətdədir. O zarafat yana Şahinə dedi ki, doktor, bəs mənə niyə bir mahnı yazmırsan? O da baxdı, nədir sənin rütbən? Baş leytenant idi. Dedi, yazacağım. Və belə yarandı cənab leytenant mahnısı. Efirdə gördüm. Hərbi verilişlərə baxırdım çox. Maraqlı idi. O vaxt müharibə gedirdi. Diktoru gördüm, Şəmistan müəllimi. Şəmistan müəllimin oxuduğu mahnını İgid Əsgər mahnısı idi. Çox diqqətimi cəlb elədi. Mən də o vaxt elə gitarada ifa eləməyi öyrənirdim. Götürdüm, bir-iki dənə akord özüm üçün yığdım. Gördüm, alınır da. Bu zamanda bizim deməli Heydər Əliyev sarayında tədbirimiz oldu. Belə oldu ki, Şəmistan müəllim orada aparıcı oldu, konsertin aparıcısı. Səhnədə idi Şahinlə bərabər. Bir qız mənə yaxınlaşdı. Dedi, Şəmistan müəllim, mən sizin mahnılarınızı dinləyirəm və çox bəyənirəm. Mən çox istərdim sizinlə bir duet oxuyum. Dedim, siz kimsiniz? Dedim, mən Dövlət Xor Kapellasının üzvüyəm, solistiyəm. Və onlar da məşqdə iştirak edirdi. Yəni, mənim, belə deyil, sabahki tədbirdə onların da çıxışı vardı. Biz də cənab leytenant mahnısını yazmaq ərəfəsində idik. Yaxın günlərdə studiyaya gedib yazmağı düşünürdük. Mən baxdım Şahinə, dedim, Şahin, nə deyirsən, bəlkə cənab leytenant mahnısını bu xanımla duet oxuyaq. Dedi, maraqlılar. Və belə biz söhbət elədik. Sonra belə qərara gəldik ki, biz bu mahnını duet oxuyaq. Mahnı çox özü belə təsirli mahnıdır. Yəni ki, birinci kupleti dedilər ki, mən oxuyacağam. Yəni ki, bizim böyük qələbəmizə bu mahnı, cənab leytenant mahnısı Mən balaca tövbəmdir. Yəni, mən də bir balaca iz qoyub, yəni ki, çox fəxr edirəm ki, mən oxumuşam onu. İllər keçsə də həmişə oxuyanda həyəcan keçirdirəm. O vaxtda mən biraz deyim sizə ki, cavan idim də, 20 yaşım var idi. O qədər də hiss eləmirdim. Necə indi hiss eləyirəm o mahnının təsirini. Gəldik studiya yazdırdıq, bilmirdik ki, bu qədər populyar olacaq illərcə sonra. Sonra da eşitdim, oxuyurlar, məktəblərdə başladılar oxumağa, bağçalarda oxuyurdular. Uşaqlar ki, o vaxtı qulaq asıb oxuyurdular, o uşaqlar böyüyüb sonra Qarabağı bizi qaytardılar. Ay ver mənə, cənab leytenant, ay ver mənə, leytenant. Xoş müjdəli bir savaşda, ay ver mənə, leytenant. Şahin Musoğlunun atdığı cəsarətli addımlardan biri də hərbi məzmunlu mahnını ilk dəfə qadın səsi ilə təqdim etməsi oldu. Şəmistan Əlizamanlının duet ortağı olan Nəsibə Bədəlbəyli həmin dövrdə cəmi 20 yaşı olmasına baxmayaraq mahnıya özünə məxsus bir ruh qatdı. Aradan illər keçsə də onun səmimi və duyğulu ifası hələ də dinləyicilərin qəlbinə toxunur. Lakin çoxlarının aşina olduğu bu məlahətli səsin sahibini çox az adam tanıyır. Mən Şəmsi Bədəlbəylinin qardaşı nəvəsiyəm, Davudun. Həmişə də soruşurlar, Bədəlbəyli, bəs niyə qabağa getmədin, niyə tanımırlar, niyə? Həmişə istəyirdim ki, məni Nəsibə kimi tanısınlar, Bədəlbəyli kimi yox. Məncə bu alındı. Yəni, cənab leytenant mahnısının sayəsində, yəni məni tanıdılar. Bir dəfə də gedirdim avtobusda, radiodan gedirdi, deməli konkurs gedirlər. Kim tapıcı, cənab leytenantın xanım ifası kimdir? Oturmuşam avtobusda, özüm də qulaq asıram, ağlamaq tutub məni ki, mənəm də. Yəni ki, mənim orada balaca bir dəsti xəttim var. Əgər mahnıya qulaq asanda
cənab leytenant yox, leytenant deyirəm. Yəni originalda belə səslənir. Onu da həmişə Şəmistan müəllim, Şahin müəllim düzəltmək istəyirdilər. Heç düzəlmirdi. Yəni həmişə leytenant qalaraq olur. Yəni originala qulaq assanız, orada həmişə gedir. Hay ver mənə cənab leytenant. Və biz ilk cənab leytenant mahnısında mən belə deyim də yazanda burada iki obrazın dialoqunu vermişəm. Yəni onlardan biri bax bu məhz arxa cəbhədəki belə deyək, oğlunu, sevgilisini, qardaşını müharibəyə yola salan bir ana, bacı, ümumiyyətlə Azərbaycan qadını. Yəni bu tərəfdə bir Azərbaycan qadını dayanır. O biri tərəfdə isə Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti dayanır. Cəbhədə olan evladının ana yaxud da ki bacı, yaxud da ki sevgili, nişanlı onun sağ qalması, sağ qayıtmasını istəyir. Amma bizim burada bu mahnıda ana həm onun sağ qayıtmasını istəyir, deyək ki, o Azərbaycan qadını onun sağ qayıtmasını istəyir. Bir. İkincisi, qələbə müjdəsi, qələbə ilə qayıtmasını istəyir. Üçüncüsü də həm də istəyir ki, o xəbəri o versin, birinci olaraq o versin. Səngər başındakı çatdığım ocağın, o da hənirtisi hələ ötməyib. Yəni o suallar həmişə olubdur. Yəni dinləyicilər, hərbiçilər özləri də ki, axı bu səngərdir, səngərin başında ocaq qalamırlar. Bu necə sən bunu yazmısan, həm də ki belə hamı da ona həvəslə oxuyur, amma bu belə məslində orada o metaforada da, yəni orada o söhbət o ocaqdan getmir ki, söhbət hər bir əsgərin, hər bir zabitin öz səngəri onun öz ailəsidir, evidir, ocağıdır. Söhbət o ocaqdan gedir. Yəni əsgər öz evinin, öz ailəsini necə müqəddəs bilirsə, o səngəri də elə müqəddəs bilir və orada qalanan od artıq vətən sevdasıdır. Mahnıların həyatımızdakı rolu danılmazdır. Çox vaxt zövq almaq, vaxtımızı dincələrək keçirmək üçün qulaq asdığımız mahnılar bəzən öz missiyalarını dəyişərək hər kəsi eyni amal uğrunda birləşməyə səsləyən bir himnə çevrilir. Məhz bu mahnılarla böyüyən neçə gənc zabit olmaq yolunu seçdi. Mən şəhid valideynlərimlə rastlaşanda onların bir çoxu mənə deyir ki, mənim şəhid evladım sizin mahnıları dinləyirdi. Məsələn, biz çoxları deyir ki, sizin mahnıları dinlədi və könüllü olaraq getdi ki, mən gedib vətən uğrunda savaşacağım. Və onların bir çoxu şəhid oldu. Bu məni çox kədərləndirir. Mən bilmirəm ki, yəni o valideyni nə deyim. Bu mahnıların təsirindən, yəni onlar gedib cəbhə bölgəsinə, bəziləri. Biz Müdafiə Nazirliyində mən sənədli filmlər kino telestudiyasında o əməkdaşlıq eləyən vaxtlarım idi. Bir xanım, qadın gəlmişdi. Şəmistan Əlzamanlı ilə görüşdük. Mən qonşu otaqdaydım. Mənim o vaxtı gitaram da oradaydı. Elə biz qonşu otaqlarda otururduq. Orada gördüm, orada biraz səsin tonu qalxdı və biraz ağlamaq, qışqırmaq və sərvələr. O da əskər də mənə dedi ki, Şahin müəllim da belə sizin mahnının söhbəti gedir və Şəmistan dedi ki, mən yazmamışam, o mahnını yazan bu adam. O xanım deyirdi ki, İgid Əsgər Möhkəm Dayı mahnısından sonra biz televiziyada oturub axşam yeməyi yeyirdi mənim evladım. O mahnıya qulaq asandan sonra qalxdı, getdi. O gecə ilə getdi. O gedən getdi. Ondan sonra mənim balam şəhid düşdü də, qaytarın mənim balamı, verin mənim balamı, siz elədiniz. Mən onda, düzdür, gənc idim, amma bizim nə qədər belə məsuliyyətli bir iş yükün altına girməyimizi mən anladım, başa düşdüm. O vaxta qədər hələ mən onu hiss eləmirdim, o yükü, o ağırlığı. Maraqlıdır ki, sosial şəbəkələrdə bu mahnılara ermənilər tərəfindən də şərhlər yazılır. Bəziləri musiqinin gücünə etiraf edir, bəziləri isə onu siyasi mübahisəyə çevirir. Bu onu göstərir ki, musiqi hətta düşmən tərəfdə belə müxtəlif hissləri oyada bilir. İstər hörmət, istərsə də narahatlıq. Bir dəfə Nəsibə mənə gəldi, dedi ki, onlar yazırlar, mən də silirəm. Deyim, niyə silirsən?
silmək lazımdır, qoy qalsın da. Deyirlər orada münasibət bildirir. Yaxşı da bildirənlər var axı. Yəni hamısı pisdən ibarət deyil axı. Yəni bizim cənab leytenantla bağlı mən sizə yüzlərlə elə erməni xalqının münasibətini göstərə bilərəm, hansı ki, yəni mahnıya olan münasibətin, daviyə olan münasibətin. Başa, çünki o belə deyim ki, səngər mahnısıdır da, o marş deyil axı. Müharibə gedən vaxtı, bu 44 günlük müharibə, YouTube-da mənə bir məktub gəldi. Belə deyim də, bizim düşmən tərəfdən yazdı ki, siz blok eləyə bilərsiniz məni, amma xahiş edirəm oxuyun mən yazdığımı. Oxudum, oxuyuram, deyir ki, mən deməli 1-ci Qarabağ döyüşçüsüyəm, Qarabağ müharibənin döyüşçüsüyəm. Biz okopda oturanda müharibə gedirdi. Sizin dalğavızı tutduq radioda. Bu mahnı gedirdi cənab leytenant. Bilirdik ki, düşmən sözləridir. Amma musiqi o qədər bizə təsir elədi ki, mahnı qutarandan sonra hərəmiz çəkildik, zümzümə eləməyə başladıq ki, o qədər belə təsirli mahnı idi da. İndi də deyir ona qulaq asıb göz yaşımı saxlaya bilmədim. Ona görə üzürlü sayın sözə yazmışam. İstəyirsiniz blok eləyin, istəyirsiniz, amma bizə çox təsir eləmişdi o mahnı. İndi də onu çox yəni hisslərlə, belə həyəcan hissləri ilə yenidən qulaq asıram. Vətnam qonşularımız da o həmin hələ 44 günlük davada həddindən artıq onlar başladılar paylaşmağa. Sonra da bilirsiniz də, mən eşitmişsiniz yoxsa yox, bir Lətifə fason da bir məsələ də gəldi, çıxdı ortaya müharibədən sonra ki, bəs bunlar bizlə sülh eləmək istəyir, amma niyə tərsülh elə bilərlər ki, bunların bir çox populyar bir mahnısı var. O mahnıda leytenanta deyirlər ki, Qaspadin leytenant, sən bizə hay gətir, bir erməni tut gətir. Və bu müharibə dövründə bizim düşmənlərin bir dənə də olsun uğurlu belə hərbi mahnılarına rast gəlmədik biz. Nə onlarda bir bu müharibəyə aid olan, bu müharibəni əks etdirən bir diktor da olmadı. Bilirsiniz niyə? Mən düşünürəm ki, bizim xalqımız böyük xalqdır, böyük istedadlı xalqdır. Amma qarşı tərəfdə nə bir mahnıya rast gəldik, bizim bu bayaq sadaladığımız mahnılar səviyyəsində, nə onların bu müharibə dövründə mən xüsusi maraqlandım, nə də onların belə bir bu müharibə uyğun olan bir səsi, bir diktoru da olmadı. Bu müharibənin içində olmaq, bütün o ağrı acını hiss etmək, o dəhşətləri hiss etmək, o döyüşləri hiss etmək, bizim minlərlə say seçmək evlatlarımız şəhid oldu, onların bəzilərini tanıyırdı. Mən özüm də 92-ci ildə baxmayaraq qəti etiraz edirdilər. Mən döyüşə qatıldım, öz gözlərimdən görmək istəyirdim Ağdərədə. Çıldıran kəndi orada gedən döyüşlərdə, orada biz mühasirədə də düşdük, düzdür, sonra əlavə qüvvələr gəldi, yəni bizi xilas etdilər, orada bir neçə şəhid verdik biz. Onun video lenti də var. Yəni öz gözlərimlə görmək istəyirdim bu müharibəni. Mən istəyirdim mənim ruhuma hopsun ki, mən gələcəkdə ifa etdiyim mahnılarda bu özünü büruzə versin. Dünyadan köçənlər, əziz şəhidlərimiz, Allah rəhmət eləsin. Onlar həmişə bizim qəlbimizdədir. Yəni biz yox, torpaq onları bizə sübut eləyir ki, yəni hər anda onların qanı, o hər addımda, hər qarışda onların qanı olduğuna görə biz onlara minnətdarıq. Sözsüz qazilərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu şad olsun. Elə bir gün olmaz, elə bir an olmaz ki, mən onları xatırlamayam. Çünki bayaq qeyd elədiyim kimi onların bir çoxunu şəxsən tanıyırdım. Onlar kimin uğrunda, nəyin uğrunda şəhid oldular? Bizlərin uğrunda, vətənin uğrunda şəhid oldular. Və ona görə də heç vaxt unudulmayacaqlar. Nə qədər ki, Azərbaycan dövləti var olacaq, Azərbaycan xalqı yaşayacaqdır. Əlbəttə şəhidlərimiz də həmişə xalqımızın yaddaşında əbədi yaşayacaq. Barıt qoxulu o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar. Səndən təsəlli bir zabit mundiri, bir cüt ulduzlu aylı vagonlar. Səndən təsəlli bir zabit mundiri, bir cüt ulduzlu aylı vagonlar. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Yurdumuz yuvamız bitip tükenmeyip o gam davamız. Feryat eldeli yurdumuz yuvamız bitip tükenmeyip o gam davamız. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Savaş, son savaş, bitmeyip, bitmeyip. Bisas, son bisas, bitmeyip, bitmeyip. Sen gel yanımdaki çattığım ocağın odur ertesi hele keçmeyip. Sen gel yanımdaki çattığım ocağın odur ertesi hele keçmeyip. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Hay ver mənə leytinant. Bax belə.